etdik. Və keçən cümədə məlumat verdik ki, bir neçə cümə müddətində Allah bəndələrinin səciyyələrindən danışılacaq. Allahın inayəti ilə nəzər salacaq ki, mütəal Allahın nəzərində onun xas olan bəndələri kimlərdir və sadalanan Qur'an ayələrinə müraciət etməklə öz yerlərimizə baxacaq. Hər birimiz mən qarışıq baxacaq ki, bu ayələrdə bizim yerimiz hardadır? Əgər ayə sadalanan ayələrə daxilüksə, o zaman xoş bizim halımıza. Yox, əgər sadalanan ayələr bizdə yoxdursa, o sadalanan ayələrdəki xüsusiyyətlər bizlərdə yoxdursa, o zaman özümüzü düzəltməyə çalışacaq. Mütəal Allah buyurur ki, Qur'an-ı Kərimdə və ibadur rəhmani yəmşunə aləl ərzi havnə. Rəhman Allahın həqiqi bəndələri o kəslərdilər ki, onlar yer üzündə təmkinlə və təvazökarlıqla gəzərlər. Yer üzündə onlar təmkinlə və təvazökarlıqla yol gedərlər. Ayə-i şərifdə mütəal Allah buyurur ki, və ibadi, Allahın bəndələri o kəslərdir ki, onlarda təvazökarlıq və təmkinlik vardır. Mütəal Allah təvazökarlıq xüsusiyyətini özündə ehtiva etmiş insanları özünün xas bəndələri hesab edir. Əgər bir insanda təvazökarlıq xüsusiyyətləri varsa, xoş olsun o insanın halına. Çünki o Rəhman Allahın nəyidir? Xas olan bəndəsidir. İkinci ayə-i şərifdə, yenə də bu mövzuda olan ayələrin birində mütəal Allah buyurur, və la təmşi fil ərzi mərahən. Yer Allahın xas olan bəndələri o kəslərdir ki, Loğman öz övladına nəsihət eləyir. Surə Loğman ayə 11-də Loğman öz oğluna vəsiyyət eləyir və vəsiyyətində buyurur ki, və la təmşi fil ərzi mərahən. Ey oğul, yer üzündə lovğa-lovğa gəzmə, təvazökarlıq elə, təvazökarlıqla gəz. Və bu ayəni mütəal Allah başqa bir ayə ilə təfsir eləyir, başqa bir ayə ilə bizlərə çatdırır. Həmən o ayədə də mütəal Allah bu cür buyurur, və la təmşi fil ərzi mərahən innəkə təxriqəl ərz və lən təbluğəl cibələ tula. Yer üzündə lovğa-lovğa gəzməyin, ayaqlarınızı bərk yerə çırpmayın. Bir halda ki, siz yer torpağı deşə bilmərsiniz, torpağı məhv edə bilmərsiniz və başlarınız sinələrinizi qabağa verməklə başlarınız dağı keçməz. Yəni bu ayələr möminlərin simalarını sadalayır. Möminlərin simalarından birincisi nə oldu? Təvazökarlıq. Və təvazökarlıq insanın halında, hərəkətində, geyimində, formasında özünü nümayiş etdirməlidir. İnsan yerişində belə təvazökarlığı qorumalı, sadəliyi gözləməli, təkəbbürlü göstərməməlidir. Qədimdə ayaqlarını bərk yerə çırpmaqlıqla gələn insanın şəxsiyyətini və əzəmətini göstərməyə çalışardılar. Mütəal Allah onlara işarət edir. Ayaqlarınızı yerə bərk vurmaqlıqla yeri məhv edə bilməyinizi hesab etməyin. Siz yerə heç bir şey edə bilmərsiniz. Və bir qism insanda sinələrini qabağa verib qamətlərini düzəldib gəzirdilər. Yəni, bu kimi insanlar bu günlərdə mövcuddur. Gəzişlərində belə təkəbbürlük nümayiş elətdirirlər. Mütəal Allah buyurur ki, başınızı da yuxarı verməklə Allahın yaratdığı dağlardan uca ola bilməyəcəksiniz. Belə olan təqdirdə isə öz yerinizi bilin. Və öz yerinizi bilməkdə də məqsəd budur ki, yəni təkəbbürlük göstərərək insanların haqlarına girməyin, insanlara zülm etməyin.
təkəbbürlük haqqında və təvəzzökarlıq haqqında çoxlu söhbətlər etmək olar. Amma mən 2 dənə nümunə göstərirəm. Birinci şeytandır. Mütəal Allah Qur'an-ı Kərimdə buyurur ki, şeytan təkəbbürlük üzündən Adəm əleyhissalama nə etmədi? Səzdə etmədi. Və mən onu öz dərgahımdan qovdum. Dərgahımdan onu çıxartdım. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, təkəbbürlük etməyin. Çünki təkəbbürlük vasitəsilə şeytan Allahın bəndəçiliyindən uzaqlaşmış oldu. Təvəzzökarlıq edin ki, Allah dərgahına yüksələ biləsiniz. Başqa bir ayədə mütəal Allah buyurur ki, Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm söhbət eləyəndə, xutbə söyləyəndə, çıxışlar edəndə insanlar öz barmaqlarını qulaqlarına tıxıyırdılar və ya əbalarını başlarına atırdılar. Ta ki, Həzrəti Peyğəmbərin sözünü eşitməsinlər. Onların illəti, bu hərəkətləri etməkdəki illət nə idi? Təkəbbürlük. İstəmirdilər Həzrəti Peyğəmbərin onlardan üstünlüyünü qəbul etsinlər. Elmi baxımından Peyğəmbərin onlardan üstünlüyünü qəbul edə bilmirdilər. Ona görə əllərini qulaqlarına, barmaqlarını qulaqlarına tıxıyıb, əbalarını başlarına atırdılar. Və ya məsələn, mütəal Allah Qur'an-ı Kərimdə Şüeyb Peyğəmbərin qövmü haqqında məlumat verir. Buyurur ki, Şüeyb Peyğəmbərin qövmi, Şüeyb Peyğəmbərin yanına gələrək ona dedilər ki, sən bizim üçün qüdrətli insan deyilsən. Sənin danışdıqların da bizim üçün heç bir əsəri yoxdur, heç bir təsiri yoxdur. Əgər sənin nəsil və nəcabətin yaxşı insanlar olmasaydı, biz səni daşqalaq edərdik. Ayənin təfsirində sünni və şiə alimlərinin nəzəri budur ki, onlar təkəbbürlük üzündən Həzrəti Şüeyb Peyğəmbəri qəbul etmirdilər. Və burada birinci nəticəmiz budur ki, təvəzzökarlıq Allah bəndəçilərinin, Allah bəndələrinin səciyyəsindəndir. Və bir dənə də rivayət baxımından məsələni qeyd edirəm. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhabələri ilə Məkkə səfərinə gedirdi, ziyarət üçün gedirdi. Və Hüdeybiyyə adlı məntəqədə düşmən əskərləri ilə üzləşdi. Həzrəti Peyğəmbər bilirsiniz, orada Hüdeybiyyə sülhü bağladı, onlarla şərtlər kəsdi və onlara bildirdi ki, əgər siz Hüdeybiyyə sülhünün şərtlərini pozarsınızsa, yenidən bu şərtləri pozarsınızsa, o zaman mən sizin canınızı alan, sizə aman verməyən ayaqqabı yamyanı sizin üstünüzə göndərəcəm. İnsanlar bir-birinə baxırdılar. Kimdir görəsən bu ki, düşmənə aman vermir, düşmənin kökünü kəsən bu güclü insan kimdir ki, ayaqqabı yamayan adıyla Peyğəmbər onu tərif edir. Və bu zaman hamı bir-birinə baxdı və bir nəfər cəsarət edib Həzrət Peyğəmbərimizə sual etdi. Ya Rasulallah, həmən bu ayaqqabı yamayan kimdir? Həzrət Peyğəmbər istiqamət verdi, buyurdu ki, filan istiqamətə gedin. Onlar gəldilər həmən o Peyğəmbərin göstərdiyi istiqamətə, gördülər Həzrət Əli əleyhissalam güləşin qabağında əyləşib və Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə öz ayaqqabısını yamayır. Hansı ki, Həzrət Əli əleyhissalam düşmənə aman verməyən insandır. Xeybər qapısını barmağı ilə qoparan insandır. Yüzlərlə insan Həzrət Əli əleyhissalamın əmrində çalışır. Həzrət Əli əleyhissalam ordu komandiridir. Buna baxmayaraq, Həzrət Əli əleyhissalam təvəzzökarlıqda pik nöqtəni tutan insandır. Heç kəs Həzrət Əli əleyhissalamdan daha təvəzzökar ola bilməz. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu hadisəni söyləyəndən sonra insanlar Həzrət Əli əleyhissalamı görəndən sonra ona ərəbcədən ayaqqabı tikən ləqəbi belə verdilər. Ayaqqabı yamayan ləqəbi belə verdilər. Hər bir zaman Həzrət Əli əleyhissalamı ayaqqabını yamayan adıyla çağırırdılar.
Və bu təvəzzökarlıqla bağlı olan qısa məlumatdır ki, təvəzzökarlıq illət olur insanın Allah bəndəsinə çevrilməsinə. Növbəti mövzulardan birinə keçirik. Həmən bu mövzu gecə ibadətləri ilə bağlı olan bir dənə mövzudur. Mütəal Allah bu ayədə buyurur. Bu kimi bu mövzulara aid olan ayələrin birində buyurur. وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا. Rəhman Allahın həqiqi bəndələri o kəslərdirlər ki, onlar gecə Rəbbinin qarşısında səcdə və qiyam vəziyyətində olurlar və ya gecəni Rəblərinin qarşısında qiyam və səcdə vəziyyətində keçirdirlər. Quran-ı Kərimdə 3 ayədə mütəal Allah gecə namazına işarət vurub. 3 ayə var gecə ibadətləri haqqında. İnşallah fürsətimiz boyunca bu 3 ayənin hər biri haqqında qısa danışacaq Allah nəsib eləsə. İkinci ayədə buyurulur ki, وَمِنَ اللَّيْلِ فَتَحَجَّدْ بِهِ نَافِلَةً عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا. Ayə çox mühüm bir dənə ayədir. Gecə namazı üçün bu ayədən mühüm ayə yoxdur. Dəlil yoxdur. Diqqət elə, bu ayədə mütəal Allah buyurur. Ey Peyğəmbər, gecənin bir vaxtında oyan, qalx, təhəccüd qıl, yəni gecə namazı qıl. Bu sənin üçün əlavə bir vəzifədir, nafilədir, əlavə bir işdir. Ola bilsin ki, Rəbbin sənin məqamını tərifə layiq bir məqama qalxıtsın. Məqamən məhmuda. Başqa sözlə desək, Mahmud məqamına qalxıtsın. Gecə namazı qıl, gecəni oyaq qal, oyan, gecə ibadəti et ki, sənin məqamını Allah Mahmud vəziyyətinə, Mahmud məqamına qalxıtsın. Bu ayə haqqında bir qədər danışılacaq Allah nəsib eləsə. Baxın, ayə-i şərifdə mütəal Allah buyurur ki, gecənin bir aləmində qalx. Həzrət Peyğəmbər gecənin bir aləmində qalxmalı və gecə namazı qılmalıdır. Bu illət olur, bizim Həzrəti Peyğəmbər üçün gecə namazı vacib idi söyləməyimizə. Peyğəmbər üçün gecə namazı vacib idi. Və burada nafilətən əsəyən yəb'əthəkə rabbukə məqamən məhmud, nafilə işlə də məşğul ol. Gecə namazı öz yerində vacibdir və nafilə ərəb deyər, hər bir artıq işə ərəb nafilə deyər. İstənilən artıq bir dənə işə ərəb nafilə deyər. Amma biz nafiləni ancaq namazlar üçün işlədərik. Yəni ki, məsələn, nafilə yəni əlavə namazlar. Amma ərəb istənilən əlaviyə nafilə deyər. Mütəal Allah buyurur ki, gecə təvəccüdlə yanaşı neylə? Nafilə, əlavə ibadətlər deyilə, əlavə namazlarda qıl ki, Allah-u Müteala sənin məqamını Mahmud vəziyyətinə qalxırsın. Demək, ayədən belə qənaətə gəlinir ki, gecə namazı qılmaqlıq Allah bəndələrinin səciyyələrindəndir. Və hər bir insan gecə namazı qılarsa, Allah onun məqamını tərifə layiq bir həddə Mahmud məqamına yüksəllər. Yaxşı, Məhmud məqamı nədir? Birincisini qeyd etdik, tərifə layiq məqam. Yəni, tərif budur ki, Həzrət Peyğəmbər 1400 ildir təriflənir və eramızdan əvvəl də hərçənd ki, dünyaya gəlməyib, amma gəlməmişdən öncə təriflənib və bundan sonra da qiyamətə qədər təriflənəcək, qiyamətdə də Həzrət Peyğəmbər şifaətçil olacaq. Mahmud məqamı o anlamdadır ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qiyamətin ən yaxşı şəfaətçilidir. Hərçənd ki, hər mürsəl, hər Peyğəmbər, hər bir imam, Həzrəti Fatimə, Həzrəti Məryəm, hər bir müqəddəs insan şəfaətçildir. Lakin Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin şəfaətçilik məqamına heç kəs yüksələ bilməz.
ən yüksək məqamda, ən yüksək şifaət etmə məqamında girami Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdir. Həmən bu hadisiyə də, bu ana da Müteala Allah buyurur ki, məqamən məhmuda, Məhmud məqamına Allah səni yüksəldəcək. Sual verilsə ki, bu günləri mən də gecə ibadətləri etsəm, gecə nafilələri ilə məşğul olsam, Müteala Allah mənim məqamımı qalxızarmı? Bunun cavabı budur ki, bəli. Çünki Allah bəndələrinin xüsusiyyətlərindəndir gecə ibadəti etmək. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmə döyüşlərin birində döyüş qurtarır, Peyğəmbərə bir nəfər yaxınlaşır və deyir ki, çox deyir, isti olur həmən gün. Onlar günün qarşısında əziyyət çəkirlər, Peyğəmbərimizə yaxınlaşaraq ərz edir ki, ya Resulallah, mən istəyirəm, mənə elə bir ibadət haqqında məlumat verəsən ki, mən cəhənnəm odunda yanmayam, cəhənnəm odundan xilas olam. Deyir, Həzrət Peyğəmbərin yorğun olmasına baxmayaraq, Həzrət Peyğəmbər bu cür cavab verdi. Buyurdu, sən çox gözəl bir sual verdin və indi dinlə. Əgər sən istəyirsənsə, cəhənnəm oduna daxil olmayasan, birinci olaraq Ramazan ayının ibadətlərini ilə. İkinci olaraq namazlarını əda elə və sədəqə ver, zəkat ödə və gecə namazları qıl ki, Allah gecə namazını qılanlara cəhənnəm odunu haram etmişdir. Gecə ibadətlərini edənə Allah nə etmişdir? Cəhənnəm odunu haram etmişdir. Növbəti və üçüncü mövzu ilə bağlı və Qur'an-ı Kərimdə gecə ibadəti ilə bağlı ayə bundan ibarətdir. Müteala Allah buyurur, تَتَجَافِي جُنُوبُهُمْ عَنِ الْمَزَاجِئِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَتَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ. Rəhman Allahın həqiqi bəndələri o kəslərdilər ki, gecənin qaranlığında qalxarlar, yataqlarından qalxarlar, Rəbbini qorxu və ümid içərisində çağırarlar. Onlar oyanarlar, Rəblərini qorxu və ümid içərisində çağırarlar. İndi sən təsəvvür elə, bu vəziyyət hansı vəziyyətdir? Bu elə bir dənə vəziyyətdir ki, bu vəziyyətdə Həzrəti Əli əleyhissalam olmuşdur. Qorxu və ümid vəziyyətində Müteala Allahı çağırır. Onun bu vəziyyətini görənlər qeyd edirdilər ki, Həzrəti Əli əleyhissalam gecə yatağından durub Allaha dua edəndə Həzrəti Əli əleyhissalamın bədəni lərziyə gəlir və titriyirdi. Həzrəti Əli əleyhissalam bu qədər qorxu vəziyyətində Allaha çağırırdı. Və ümid vəziyyətində çağırmaqlıq haqqında bir dənə misalı qeyd edim. Yəni, Müteala Allah burada demək istəyir ki, Allahdan qeyrisinə müşkülləriniz haqqında müraciət etməyin. Filan kəscə mənim müşkülümü həll elə. Ümidlə Allahdan istəyin, yəni Müteala Allahın özünü çağırın. Bu bilirsiniz nəyə bənzədilir? Təsəvvür elə bir su bulağı vardır. Həmən o su bulağından hər kəs gəlib öz qablarını, su qablarını doldurub aparır. Amma bir nəfər də durub su bulağının yanında həmən o su bulağından su götürməkdən tənbəllik eləyir. O su götürənlərə deyir ki, siz mənə biraz su verin. O kəslər ki, o bulaqdan suyu doldurublar, onlara deyir ki, siz mənə su verin. Müteala Allah buyurur ki, siz Allahı ümidlə çağırın. Ümidlə çağırın və onlara ruzi verdiklərimizdən infaq edənlər. Bu xüsusiyyətlər hamısı Allah bəndələrinin nə idi? Xas olan xüsusiyyətləridir və Allah bəndələrinin səciyyələrindəndir. Allahın verə izzət-ü lütfüne, kərəm və dərgahına sadalanan simaları özümüzdə ehtiva etməyi, cəmləməyi bizlərə nəsib eləsin. Müteala Allah bir and olsun belə bizləri öz başımıza buraxmasın. Bizləri həqiqi müsəlmanlardan, təqva sahiblərindən qərar versin. Gəlmiş xəta və bəlalardan bizləri, xalqımızı, millətimizi, müsəlman bacı və qardaşlarımızı öz pənahında hifz eləsin. Allahın verə izzət-ü lütfüne, kərəm və dərgahına o qardaşlar ki, bizi ilə bərabər bu məsciddə ibadət edirdilər, indi əsir-i xaçdılar. Müteala Allah onları qəriq rəhmət vasili cənnət qərar versin.
O qardaşlarımız ki, bizi ilə bərabər ibadət edirdilər, indi xəstəlik üzbatından gələ bilmirlər. Mütəal Allah onlara və bütün xəstələrə, bütün xəstəliyi olanlara şifayı acil inayət eləsin. Hər birimizin şəri və dini hacətlərimizi müstəcab eləsin. Allahın belə izzət-i lütfüne, əfkərəm və dərgahına bu kiçik əməllərimizi bizlərdən qəbul eləsin. Və Allah-u Müteala heç bir zaman bizləri düşmənə və yad əllərə, İslam düşmənlərinə möhtac etməsin. Allah bizlərə, xalqımıza, millətimizə, müsəlman bacı və qardaşlarımıza zülm edənləri zəlil-i xar eləsin. Assalamu aleykum və rəhmətullahi və barakatuh. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad.